Rusiya ilə Azərbaycan arasında 1993-cü ildən bəri anlaşma mühiti formalaşıb. Bu da həmişə özünü iqtisadi-siyasi əməkdaşlıqda göstərib. Bu sözləri Globalifo, siyasi şərhçi mütəllim rəhimli Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Bakıya rəsmi səfərini şərh edərkən bildirib. O xatırladıb ki, keçən ilin dekabrında baş verən məlum təyyarə qəzasından sonra tərəflər arasında gərginlik yaranıb. Rusiyanın azalan məxsus təyyarəni vurması və insan ölümləri haqlı narazılıq doğurmuşdu. Hadisə yanlışlıq ucbatından olmuşdusa, təyyarənin yaxın hava limanlarından birinə enişinə şərait yaradılmalı idi. Ancaq Moskvanın sərnişinlərin məhv olunmasına səy göstərdiyi üzə çıxdı. Bu da Rusiyanın günahını etiraf etməsini şərtləndirirdi, amma əksini gördük. Nəticədə iki ölkə arasında müəyyən soyuqluq yarandı. Azərbaycanın Rusiyaya qarşı hər hansı əsasız iddiası yoxdur. Sadəcə üzr istənilməsi və müvafiq kompensasiya ödənilməsini tələb edirik. Ekspert deyib ki, Rusiya Azərbaycan kimi strateji mövqeyə malik ölkəni itirmək istəmir. Moskva anlaşmazlıqları aradan qaldırmaq üçün mümkün olan hər şeyi edəcək. Ancaq fikrimcə Valentina Matviyenkonun ölkəmizə səfəri bununla əlaqəli olmaya da bilər. Çünki hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması həyata keçirilməlidir. İndi razılaşmanın məkanı əsas müzakirə predmetidir. Ola bilər ki, Matviyenko səfəri vaxtı bunun üçün öz ölkəsini təklif etin